Dua eləməmişdən qabaq, müşkül həllindən qabaq, deyilən, ümumiyyətlə, ümumi təsəvvürüm nədir? Mən bu həyatdan nə istəyirəm? Nədir mənim istəyim? Ümumi baxışım nədir həyata? Düz baxış olsun, səhv olsun, hələ o sonraki mərhələdir. Hələ bir görə ümumi bir baxışın nədir tərif elə? Tərif elə həyat nədir sənin üçün? Quran ümumi baxış formalaşdırır. Bax, bu həyat nədir axı? Özü düşünməyəsən, müsahibə verən kim ki, ağıllı cümlə qurum. Yox, həyat nədir deyəndə birinci üçündən gələn nədir? Sənin üçün bu yaşadığın həyat tərif elə olmalı ki, həmişə beynində olsun ki, bu nədir də sənin üçün? Həyat nədir bilməsən, yaşamaq adamın atasını yandıracaq. Bu sözlərdən istifadə eləməsən olmur. Həyat nədir bilməsən, dərdlərin, izafi yüklərin, lazımsız qəmlərin evi yıxacaq. Yaxşı ata-ana övladına namaz öyrədən ata-ana deyil. Yaxşı ata-ana övladına düzgün həyat fəlsəfəsi verən ata-anadır. Elə valideyndir. Namazdan əvvəl, dindən, Allahdan əvvəl həyatı başa salmaq lazımdır ki, namazı da, dini də, Allahı da düzgün tapacaq. Bu mənim metodum deyil, deyəsiniz ki, biri deyir ki, buna bax, deyir, Allahdan qabaq həyat gəlir. Axı, var zahirpərəst adamlar, sözdən yapışan adam. Bilmir nədən danışırsan, ona görə deyirəm, iradların çoxu yersizdir, çünki başa düşmür. Həzrət Əlinin 31-ci məktubu var. Tövsiyə eləyərdim, hamı açsın Nəhcül Bəlağədə onu oxusun. Həyat dərsidir başdan ayağa. Orada baxırsan, görürsən ki, Həzrət Əli Allahdan, Peyğəmbərdən yox, həyatdan başlayır danışmağa. Məktubda yazır ki, cavana yazır, oğluna yazır və oğlunun timsalında bütün gənclərə. Deyir ki, bu zəruri olmasaydı bunu yazmaq. Həyatımın elə mərhələsidir ki, mən getməyə tərəfəm, mənim vaxtım da azdır, mənim fikrim artıq axirətimlə bağlı olmalıdır. Məktub o qədər bu fikirlər zəruridir ki, oturub indi sənə məktub yazıram. Bu zərurətdən doğur. Sevgi məktubu deyil, zərurətdən doğur bu. Ondan sonra deyir ki, mən bütün həyatımın məğzini indi sənə çatdırıram. Görün də Əlinin həyat haqqında təəssüratı bölüşür gənc. Deyir, hamı, bütün gənclər üçündür bu. Bilmirəm, hansı övlad üçün yazıb, heç bilinmir də. İmam Həsənə yazıb, ya ümumiyyətlə gənclərə xitabdır bu. Deyir, mən həyatımın hamısının məğzini sənə çatdırıram. Orada belə bir söz deyir, mən bu saat elə bir vəziyyətdəyim, sanki bəşəriyyətin tarixi qədər yaşamışam. İlk gündən bu günəcən yaşamışam, bütün təcrübələri keçmişəm. İndi bütün bunlardan istifadə edib sənə fikirlərimi yazıram. Bunu oxu. Bu mühüm məktubdur. Ən mühüm məktublarından bəlkə də birincisi də Həzrət Əlinin. Biz çox zaman Malik Əşlərə məktubundan yazırıq. O əsasən xüsusi təbəqə üçündür. İdarə edənlər üçün, idarəçilər üçün. İçində başqalarına da dərslər ola bilər. Şiqşiqiyyə xütbəsi konkret bir tarixi hadisə üçündür. Ona əziyyət edən o namərdlər barədədir. Düzdür, onu bugünə də tətbiq eləmək olar, amma konkret tarixin bir dönəmi üçündür. Məsələn, biz cümələrdə pandemiyadan əvvəl həmmam xütbəsini şərh edirdi. İnşallah saxlamışıq. Qismət olsa, davamı elə məscid açılandan sonra inşallah davam edərik. Hələ onun təfsiri qalmışdı. Amma bu məktub ondan da müəyyən mənada önəmlidir. Çünki o arif üçündür, həmmam övliyadır. Zirvəni göstərir. Bu isə ümumi məktubdur, hamı üçün. Ümumi məktubdur. O məktubda əvvəl həyatı tərif edir, həyat haqqında danışır. Cavanın baxışını düzəldir. Biz həyatı başa salmamışıq, deyirik ki, filan iş haramdır. Filan işi görmək olmaz. Allah deyib. Bu Allah mənim əvvəl görüm həyatımın harasında yerləşir. Dinə, hər yerində arifbazlıq eləyək də, Allah hər yerində də. O hər yerinə gedək çıxaq da görək. Əvvəl həyatı tərif eləyək görək, necə olur ki, Allah bu həyatın hər yerindədir.
Şəhid Mütəhhəri bir üslub gətirdi, dedi ki, insan tanıma əvvəl, sonra Allah tanıma. Bundan başladı. O vaxt üçün yenilik idi. O vaxt üçün yenilik idi. Amma indi vaxt çatıb ki, deyəsən, həyat tanıma, insan tanıma, Allah tanıma. Çünki həyatı tanıma da, insan və həyat bir-birini çox iç-içədir. Bilirsiniz? Mən varam, yəni mən həyat bəxş olunum mənə. İnsan həyatını tanımasa özünü də tanımaz. Dünyada ən çox oxunan kitablar bir sansıdır. Necə yaşayaq, necə uğur qazanaq. Cəmaat pul verir, gedir oturur uğur kurslarına. Sonra hərdən gəldi ki, hacı, dində də var həyat haqqında nəsə. Adam yanır tökür ki, din başqa bir şey deyir. Din uğurlu həyat modelindən başqa bir şeydir mi? Din elə burada bundan ibarətdir. Bir nə deyəsən, səbr elə. Amma deməyəsən ki, bu səbr insan həyatının harasındadır? Niyə səbr eləməlidir adam ümumiyyətlə? Nəyə səbr eləməlidir? Əvvəl gelib başa salasan, bu həyat nədir, bilsin ki, harasında, necə, nəyə, nə üçün səbr eləsin? Quran və duaların ilk işi budur, biz vaizlərin, xətiblərin işi bu deyil amma. Biz ancaq deyil, filan şey eləmək olar, filan şey eləmək olmaz. Günah eləməyin, axı niyə eləməsin, nə üçün? Günah nədir? Bu həyatla günahın nisbəti, münasibəti nədən ibarətdir? Həyat nədir əvvəl biləsən ki, biləsən necə evlənəsən, necə ailə həyatı sürəsən, necə dostluq eləsən, necə düşmənçilik eləsən, kiminlə dost olasan, kiminlə düşmən olasan, harada qəzəblənəsən, harada aram olasan. Bunları hissə öyrətmirlər. Bir ümumi baxış verirsən, o baxışa adekvat onu tətbiq edir həyatın hər sahəsinə. Bir tam baxış verəndən sonra. Uşaqlara ailədə bax belə bir tərbiyə verək. Uşaq gəlib müəllimdən şikayət elindikdən ki, ay oğlum, ay qızım, müəllimlər elə belədir, biri belədir, biri elədir. Hərə bir cürdür də. Həyat belədir. Uşağın qulağına tez-tez çatsın ki, oğlum, qızım, həyat belədir. Həyatda belə o sabah müəyyən hadisə qarşısına çıxanda deyəcək, atam demiş ki, həyatda olur da fərqli olur, müəllimlər fərqli olur məsələn. 5-ci sinif, 3-cü sinif şagirdinə də bunu demək olar. Həyatda uğur qazanmaq yolları hamı bundan danışır. Əvvəl də görüm, həyat nədir ki, bilim uğuru nədir bunun? Nə çox şeylər var ki, cəmaat uğur sayır, uğur deyil o. Onu qazanmağa can atır, uğur deyil. Əvvəl də görüm, həyat nədir ki, bilim uğurlu həyat nədir? Uğurlu həyat nədir? Bugün baxırsan, hamı uğur dalıcadır, ən böyük səhv bundadır. Çünki əslində həyatı düzgün tanısa, hamı uğurludur. Hamı uğurlu olmalıdır bu həyatda. Uğur ayrı-ayrı hansısa bir nöqtələrə çatmaq deyil, uğur həyat haqqında düzgün təsəvvür olsa, hamı uğurludur. Həyatı düzgün tanısa, dini də yaxşı başa düşər adam. Onda bilərsən ki, Allah niyədidir ki, bunu elə, bunu eləmə. Bizim Allahla davamız düşür ürəyimizdə. Çünki biz başa düşürük, biz deyirik, sən də deyirsən, eləmərəm. Amma həyatı tanısaq bilərik ki, məntiqlidir də, məntiqlidir. Həyatı tanısan, Quran oxuduqca başlı ancaq yerləyərsən. Deyirəm, düzdür, bəli, belə olmalı. Bunu eləmə, bəli. Həyat budursa düzgündür də, başqa cür necə olmalıdır ki? Həyatı tanıyan adam dini başını yerləyib təsdiq edəcək. Hansı hökmün desin? Onda biləcəksən, niyə deyir elə, niyə deyir eləmə? Onda biləcəksən, niyə istəyirəm vermir? Bəzən gec verir, niyə vermir? Hamısı həyatın xüsusiyyətinə uyğun olacaq. Sən onu bir polkaya, rəfə qoyacaqsın fikrində ki, baba, həyat budursa, bu hacətimin yerinə yetirməməsi bununla bağlıdır. Bu təbii bir şeydir. Yoxsa biz minnətlə ibadət edir. Sən də Allah sən də eləyirsən, dözərik. Hər işində bir hikmət var da sənin. Bəzi hikmətlər çox sadədir, bəllidir. Həyatı tanısan, çox belə alim, arif görkəm almazsan hər bir hadisədə. Praktiki yanaşarsan ki, bəli, bu elə-belə də olmalıdır. Yoxsa biz çox vaxt Allahın işlərinə and olsun Allah, içimizdə irad tuturuq, üzdə səbr eləyirik. Böyle də dindarlıq eləyirik biz. Deyir, daha Allahsan da dözməliyik. Minnətlə Allaha ibadət eləyirik.
Başağrı çox verdim, həyatı tərif eləməliyik. Həyatı tərif eləməmişdən əvvəl həyatın xüsusiyyətlərindən başlayaq. Həyat nədir, yox, həyat necə olmalıdır? Bu sualdan başlayaq. Əvvəl gəlin cəmaatdan soruşaq, ay cəmaat, ay insan, necə həyat istəyirsən? Söhbətimizi, burada bir incə məqam var. Hamıdan istəyirəm ki, mənim söhbətlərimə biraz diqqətlə qulaq assınlar ki, mən açıqlaya bilim fikrimi. Əvvəl insanlardan deyirəm, soruşaq ki, necə həyat istəyirsən? Sonra bəyəm belə irad tuta bilərlər ki, deməli, sən istəyirsən bəhsüvi cəmaatın zövqünə uyğunlaşdırasan. Elə iradlar tuturlar. Biz çox vaxt deyirik ki, din cəmaatın istəyinə uyğun təbliğ olunmamalıdır, düz deyirik. Bəzi adamlar var ki, cəmaat bəyənən din təbliğ edir. Bu səhv şeydir, amması var. Amma bunu da bilək ki, dində çox şey elə cəmaatın istəyinə uyğundur. Biz toqquşdururuq dini cəmaatın istəkləri ilə. Bir və süni dini uyğunlaşdırım ki, cəmaat bəyənən bir şey düzəldim, müştərim çox olsun, dinləyicim çox olsun, şovmen ilahiyyatçı olun, məsələn, danışım, müştərim çox olsun. Bu heç, bu səhvdir. Biri də var ki, qardaş, bu insanın istəklərini araşdırsın, görərsən, bu din istəklərin cavabı da elə. Sadəcə oturub danışmaq lazımdır adamla. Biz hazırıq dinlə istəkləri vuraq. Adam ağzını açan kimi deyək, yox, olmaz bu, yox, bilmirəm nəyə görə olmaz. Hələ bir gör, dinlə gör, nə istəyir, bəlkə elə bu, sənin dinin, bunun istəklərinin cavabıdır. Bəzən çox zaman, bəzən yox, çox zaman cəmaat yaxşı şeylər istəyir, biz dinlə istəklərini vururuq, qoymuruq ağzını açmağa. Həyatı tərif eləməmişdən qabaq bir cavanla söhbət eləyir. Deyək, ay cavan, ay gənc, necə həyat istəyirsən? Mən də o gəncin adından cavab verirəm. Ay hacı, elə həyat istəyirəm ki, gözəl həyat olsun. Gözəl həyat, gözəl. Mənim nəzərimdə gözəl olsun həyat. Ləzzətli olsun. Gecə gündüz sevinç içində olum, keyf eləyim. Keyf istəyirəm də sözün qısası. O qədər gözəl həyat olsun ki, gecə gündüz göz yaşları içində yaradana təşəkkür edim ki, nə yaxşı bu həyatı mənə vermişsən, mən belə həyat istəyirəm. Gecə gündüz Allaha minnətdarlıq eləyim. Çox sağ ol, məni yaratmısan. Bunu ürəklə deyim, çox sağ ol. Ürəyimə yayılsın bu, çox sağ ol. Gərək həyatı elə tərif eləyəsən mənim üçün, ay hacı, ay məşədi, ay Kərbəlay, ay filankəs müəllim, fərqi yoxdur. Elə tərif eləyəsən mənim üçün həyatı ki, o ilə eşq eləyim, zövq alım, tərifindən zövq alım. Deyim, həyat budur deyəndə artıq həyəcanlanım. Yaradana təşəkkür eləyim. Deyim, nə yaxşı, bu həyatı sən mənə vermirsən. Bu Allah ki, hey vurğulayır, mən düzəltmişəm ha bu həyatı. Mən yaratmışam ha bu. Həyatı tanımayan deyəcən, nə olsun, nə böyük yaratmışsan ki? Yaratmayaydın, xahiş edirəm. Nə həyatdır ki bu? Çünki həyatı düz tərif eləyə bilmir deyə Allah buradan şövqlə danışır ki, mən sizə gözəl həyat yaratdım filan, bu deyir, nə var, soyuq-soyuq baxır. Nədir ki, hələ bir minnət də qoyursan? Dava əvvəldən başlayır Allahla. Çünki həyatı tanımayıb. Həyatı bilmirək həyat nədir ki, ona görə bir minnətdarlıq da eləsin. Həyatı tanımır ki, onu verənə şükür eləsin. Bir söz deyim, bunu çox mühüm sözdür bu. Çox vacib sözdür. Həyatı insan düz tanısa, görər ki, hər şey həmişə öz yerindədir. Hər şey, həmişə. Allah haqqı, hər şey həmişə bu həyatda öz yerindədir. Hədis var, ağıllı adam təəccüb eləməz. Ağıllı adam niyə təəccüb eləməz? Çünki həyatı tanısa bilər ki, hə, belə də olmalıydı. Həzrət Əli deyir, ağıllı adam təəccüb eləməz. Həyatı tanıyan adam biz necədir? Belə oldu, hə, belə olmalıydı. Hə, belə olmalıydı. Hər şeyi bilir ki, hə, bu həyatın bu mərhələsində belə olmalı. Düzdür, başa düşdüm, belə olmalıydı. Nə çox qəmlənər hadisəyə, nə də çox sevinər.
Onda sual doğur. Bu adamın həyatı soyuq olmaz. Yox. Bunun həyatı hərarətli olar. Bunun sevinci hadisələrdən deyil, qəmi də hadisələrdən deyil. Bunun sevincinin, qəminin daha böyük mənbəyi var. Ona görə bunun həyatı daha isti, hərarətlidir. Hərəsi bir aylıq söhbətdir bu cümlələrin ki, vaxt yoxdur bunların hamısının üzərində dayanmaq. Alimlər deyir ki, hamıda sual yaranır ki, mən niyə yaranmışam? Mən niyə yaranmışam, yəni həyat nədir? Bəziləri keçir bu sualın üstündən, biz bu söhbətə cavab verməyə çalışırıq deyə ilişmişik neçə həftədə danışırıq. Bu həyati suala, fundamental suala cavab axtarırıq. Həyat nədir sualına cavab axtarmamışdan öncə neyini? Ay insan, sən də, yaşayan sənsən də, mənə de görüm, həyat necə olsun? O da sənə cavab verir ki, mən, ay hacı, yaşamaqdan əvvəl keyf istəyirəm, hələ. Keyf istəmək, ləzzət istəyirəm mən. Yaşamamışdan əvvəl bunu istəyirəm. Hələ düz yaşayacam, səhv yaşayacam, günah eləyəcəm, tövbə eləyəcəm. Bu sonranın məsələsidir. Əvvəl mən gərək bəyənim bu həyatı, zövq alım bu həyatdan. Həyatı elə tərif elə ki, ürəyimə yayılsın. Ən böyük hadisə budur ki, sən yaranmısan, varsan. Yəni, sənə həyat verilib. Sənin bütün sualların bir ucu gəlib bu həyat mövzusuna bağlanmalıdır. Bundan başqa sənin sualın yoxdur. Həyatı elə tərif elə ki, zövq alım, keyf eləyim, razı olum həyatdan. Həyat o qədər şirin olsun ki, deyim ki, çətinliyinə dözməyinə dəyər. O qədər şirin olsun. Hazır olun bu həyata görə dinə əməl eləməyə. Mən din üçün bir dənə təzə tərif deyim. Təzə tərif demək olar buna. Dini 100 cür tərif eləmək olar axı. Biri də belə olsun. Deyim ki, din həyata görə minnətdarlıqdır. Din budur. Din insan görür həyat nə qədər gözəldir, nə qədər gözəldir. Ay Allah, nə şirindir, nə gözəldir. Necə eləyim ben sənə təşəkkür edirəm. Allah digə kömək eləyim sən. Din göndərdi. Bu çox sağ ol. Təşəkkür istəmirsən, bu belə təşəkkür edir. İndiyəcən bəlkə də belə tərif olunmamışdır. Din yaşayışa, həyata, gözəl həyata görə təşəkkürdür, minnətdarlıqdır, ayə və ayə, göstərişlər, o təşəkkürün ifadəsidir sadəcə. Sən minnətdarlıq eləmək üçün din axtarırsan və sənə din təqdim olursa, ona əməl elədikcə həyatın daha da keyfiyyəti artır, daha da zövqü artır, daha da ləzzətli olur. Mən nə vaxt həyata görə minnətdarlıq eləyərəm? O vaxt ki, həyat ləzzətli olsun. Gərək mənə həyatı elə tərif eləyəsən ki, tərifindən keyf eləyim, zövq alım. Cavanların adından, lab yeniyetmələrin adından cavab versəm bu suala belə çıxır ki, həyatı elə tərif elə, sanki əyləncəli, həyəcanlı, ləzzətli oyundayam.